Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Değerli cemaat, Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı ve köməkliyi ile fiqh derslerimizi öğrenmeye devam edirik. Bugün bizler namazın rükunlarından axırıncı təşəhhüd və axırıncı təşəhhüd üçün oturmaq haqqında öyrənəcəyik. Ət-təşəhhüdül axiri vəl-culusu fihi. Axırıncı namazın təşəhhüdü və axırıncı təşəhhüddə oturmağın hökmü. Buyurur ki müəllif, huwa ruknun min ərkanis salati. Axırıncı təşəhhüd və axırıncı təşəhhüd üçün oturmaq namazın rükunlarındandır. Tubtilu salate bitərkihi amdən əv səhvən. İstər qəsdən olsun, istərsə də səhvən olsun, onu tərk etmək namazı batil edib pozur. Bu haqda Allah Resulü sallallahu aleyhi və səlləmdən dəlillər və sübutlar vardır. Birinci hadis Abdullah ibn Məsuddan rivayet olunan hadistir. Buyurur ki Abdullah ibn Məsud, Allah ondan razı olsun, kunna naqulu qabla en yufrada aleyna təşəhhüd. Bizler təşəhhüd bize vacib olmamışdan qabaq belə deyirdik. Esselamu alallahi min ibadihi. Esselamu ala Cibril'e, esselamu ala Mikail'e. Kullarından Allah'a salamlar olsun. Cebrail'e salam olsun. Mikail'e salam olsun. Fekalen Nebiyyü sallallahu aleyhi ve sellem, Allah Resulü sallallahu aleyhi ve sellem bize dedi, la tegulu esselamu alallahi min ibadihi. Sizler Esselamu alallahi min ibadihi demeyin. Namazın ahırında, təşəhhüddə kullarından Allah'a salam olsun demeyin. Çünkü o şekilde değilirdi. Namazın sonunda təşəhhüd. Velakin qulu ettehiyyatu lillahi ve salavatu ve tayyibati ila ahirihi. Lakin deyin, salamlar Allah üçündür. Ve yaxşı işler ve salamlar ve xeyir dualar. Alemlerin Rabbi olan Allah üçündür. Bu rivayet İmam Buxarinin sahih eserinde gelir. Ve huve delilun ala ennehu furida ba'da en lem yekun mefrudan. Bu da delildir ki ferz olmamıştan qabaq demek ferz olmuştur. Birinci rivayet Abdullah ibn Məsuddan. İkinci, yine Abdullah ibn Məsuddan rivayet olan hadis ki Bukhari ve Müslim'de rivayet olunur. Ennen Nebiyye sallallahu aleyhi ve selleme kal, İzâ qa'ade ahadukum fissalati felyekul ettehiyyatu lillahi ve salavatu ve tayyibat. Sizden biriniz namazda oturduğunda desin, ettehiyyatu lillahi ve salavatu ve tayyibat. Bu da axırıncı təşəhhüddə ət-təhiyyatı oxumağın və onun üçün oturmağın növbəti dəlilidir. Üçüncü dəlil müdəvamətun Nəbiyyə sallallahu aleyhi və səlləmə alə fi'lihi. Allah Resulü sallallahu aleyhi və səlləmin bu əməli etməyə daimi olması. Yəni istər nafilə namazlar olsun, istər fərz namazlar olsun, Allah Resulü sallallahu aleyhi və səlləmin daima bunu etməsi və heç vaxt tərk etməməsi. Buna dəlildir. Axırıncı təşəhhüd oxumaq və axırıncı təşəhhüd üçün oturmaq. Buyurur ki müəllif, sıyğatu təşəhhüdü. Təşəhhüd oxumağın sıyğası, yəni qaydaları, hansı formalar gəlmişdir. Abdullah ibn Məsuddan rivayet olan hədisdə deyir ki, Alləməni Rasulullah sallallahu aleyhi və səlləmə təşəhhüd kəffə beynə kəffeyhi kəmə yuallimunu surətə minəl Qur'ani. Allah Resulü sallallahu aleyhi ve sellem mənə təşəhhüdü oxumağın qaydasını öyrətdi. Qur'an-ı Kərimdən mənə bir surə öyrətdiyi kimi.
Qur'an-ı Kərimdə mənə bir surə öyrətdiyi kimi, namazın axırını təşəhhüddə nə oxumaq lazımdır, onu mənə öyrətdi. Buyurdu, Ət-təhiyyatu lillahi və-salavatu və-tayyibət. Salamlar Allah üçündür. Xeyir dualar Allah üçündür və yaxşı hər bir şey. Esselamu aleykə eyyuhən nebiyyü və rahmetullahi və barakatuhu. Ey Peyğəmbər, Allahın salamı, rəhməti və bərəkəti sənin üzərində olsun. Esselamu aleyna və alə ibadillahi salihin. Allahın salamı bizlərin və salih bəndələrin üzərində olsun. Əşhədu ən la ilahə illallahu və əşhədu ənə Muhammədən abduhu və rasuluhu. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadəti haqqı satan məbud yoxdur. Mən şahidlik edirəm ki, Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və elçisidir. Demək, bu şəkildə ət-təhiyyatunu deməyin qaydası Abdullah ibn Məsuddan gəlir. Mənə Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı Qur'an-ı Kərimdən bir surə oxumağı öyrətdiyi kimi öyrətdi. Hədis Buxari və Müslimdə gəlir. Və həzə asahhu siyağu təşəhhüdü. Bu da təşəhhüd oxumağın ən səhih demək şəkillərindən biridir. Və bihi qalə Əbu Hanifə və əshabuhu. Bunu demişdir Əbu Hanifə və onun səhabələri, yəni tələbələri, yanındakı insanlar. Və bihi qalə Əth-Thawri və Əhməd və İshaq və Əbu Thawr və cumhur əhlu ilmi. Bunu demişdir İmam Əhməd, İshaq ibn Rahawayh, Əbu Thawr və cumhur alimləri. İlm əhlinin əksəriyyəti bunu söyləmişdir. Və in kânel ulemâ'u qad ittefaqu ala cavazi cemi'i siyağu təşəhhüdü thâbitetu anin-nebiyyi sallallahu aleyhi və səlləm və seyəti ba'duha. Alimlər Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn bütün səhih təşəhhüd oxumalarının söylənməsinin hamısında ittifaq etmişdir ki, onlar da gələcəkdir. Müəllif bir fayda zikr edir. Buyurur ki, قد ورد في بعض طرق حديث ابن مسعود هذا ما يقتضي المغايرة في قوله السلام عليك أيها النبي بين زمانه صلى الله عليه وسلم فيقال بلفظ الخطاب وبين ما بعده فيقال بلفظه الغيبة السلام على النبي. Abdullah ibn Məsuddan gələn təşəhhüd deyilişində Allah Resulü sallallahu aleyhi və səlləmin zamanında Esselamu aleykə eyyuhən nebiyyü deyilirdi. Lakin onun vəfatından sonra Esselamu alən nebiyyi deyilməyə başladı. Və fihi lafzu indəl Buxari. Bu Buxaridə gələn ləfizdə Ba'də siyağı təşəhhüdü qalə İbn Məsudin təşəhhüd siğasını, yəni təşəhhüdün oxuma qaydasını dedikdən sonra Abdullah ibn Məsud deyir ki, "Huve ma beyne zahrina." O bizim yanımızda olarkən biz bu şəkildə deyirdik. Esselamu aleykə eyyuhən nebiyyü. Ey Peyğəmbər, Allahın salamı sənə olsun. Fələmmə qubidə. O nə zaman ki dünyasını dəyişib vəfat etdi, qullə esselamu, yəni alən nebiyyə. Dedik ki, esselamu alən nebiyyə. Bu şəkildə söylədik. Və qavvahul hafiz fil fəth. Hafiz İbn Həcər bunu Fəthül Bəri kitabında da qüvvətləndirib, dəstəkləndirir. Fəqalə qad səhhə bilə raybin. Həqiqətən də bu səhih şəkildə gəlmiş və şəksiz şübhəsiz. Və qad vəcədət ləhu mütəbiən qaviyyən. قال عبد الرزاق أخبرنا ابن جرير أخبرني عطاء أن الصحابة كانوا يقولون والنبي حي السلام عليك أيها النبي فلما مات قالوا السلام على النبي وهذا إسناد صحيح. Allah Resulü sallallahu aleyhi və səlləmin səhabələri Peyğəmbər sallallahu aleyhi və səlləm həyatdayken deyərdi Esselamu aleykə eyyuhən nebiyyü. Amma o ne zaman ki vəfat etdi dedilər Esselamu alən nebiyyi və bu da səhih isnaddır. Şeyh Albani Allah ona rəhmət etsin deyir ki və la buddə ən yekune zəlikə bitəvqifihi minhu sallallahu aleyhi və səlləm
ويؤيده أن عائشة رضي الله عنها كانت تعلمه التشهد في الصلاة. Şeyh Albani söyləyir ki, bu da gərək Peyğəmbər sallallahu aleyhi və səlləmə dayanmaqla olsun. Allah Resulü sallallahu aleyhi və səlləmə demək etibar edib dayanmaqla olsun. Və onu dəstəkləyir. Ayşə radiyallahu anhə demək belə öyrədərdi namazda təşəhhüdü söyləmək. Yəni dəyərli cəmaət, burada fayda olaraq buyurur ki, müəllif sahabələrin əksəriyyəti Allah Resulü sallallahu aleyhi və səlləm həyatdaykən təşəhhüddə Əssəlamu aleykə eyyuhən nəbiyyü deyərdi. Lakin vəfatından sonra Əssəlamu alən nəbiyyi deməyə davam etdilər. Əlbəttə, bu haqda başqa rəvayətlər və kəlamlar vardır. Bu qədər inşallah Allah subhanahu və teala bizləri eşidib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Baxmayaraq ki, hər ikisi də doğrudur. Səhihdir. Həm Əssəlamu aleykə eyyuhən nəbiyyü demək, həm də Əssəlamu alən nəbiyyi və rəhmətullahi və barakatuhu demək. Allah Teala hər birimizi eşidib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin.